Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 39-cu dərsin praktiki çalışması. Dərsimiz 6 ayədən ibarətdir və birinci ayəmiz Əl-İmran surəsi 94-cü ayədir. Bismillahirrahmanirrahim. Fəmən, fə elə isə mən, kim, iftəra, yəni iftira atmaq, yəni iftira atsa, böhtan atsa, nisbət versə, yəni hər variantı da doğrudur tərcüməsi. Aləllahi, yəni Allaha, yəni Allahın üzərinə, Allaha qarşı, yəni bu üç variantı tərcümə edə bilərik. Əl-kəzibə, əl-kəzibə yəni yalan, min damdən bə'di sonra, zəlikə o bu işarə əvəzliyi. Min bə'di zəlik yəni bundan sonra, yaxud ondan sonra kimi tərcümə edə bilərik. Bura qədər tərcümə etsək rahat olsun bizə. Elə isə bundan sonra kim Allaha qarşı, yaxud Allaha yalan, iftira atsa, yaxud böhtan atsa, nisbət versə, fəuləikə, fə elə isə, uləikə onlar, işarə əvəzliyi, humul zalimun, hum onlar, yaxud əsl mənası demək olar. Əsl, zalimlardır da demək olar, zülm edənlərdir də demək olar. Elə isə bundan sonra kim Allaha qarşı, yaxud Allaha yalan, iftira atsa, böhtan atsa, nisbət versə, elə isə onlar əsl zülm edənlərdir. Elə isə onlar əsl zalimlardır da demək olar. İkinci ayəmiz Əl-İmran surəsi 113-cü ayədir. Ayəmiz sona qədər deyil. Bismillahirrahmanirrahim. Leysu, leysu sözü ümumiyyətlə leysə deyil kimidir. Leysu burada sonluqda vav var, yəni cəmi bildirir. Yəni onlar deyil. Səvaun biz bilirik ki bir deməkdir. Səvaun yəni birdir, eynidir kimi gedir. Amma burada inkarla başladığına görə onların hamısı bir deyil kimi tərcümə edirik. Yəni onlar yəni hamısı bir deyil. Onların hamısı bir deyil kimi tərcümə edək. Min damdən şəkilçisi əhlil kitab, yəni kitab əhli, yəni kitab əhlindən, min əhlil kitab, kitab əhlindən ümmətun. Ümmətun ilə adından da bəlli olduğu kimi ümmət kimi gedir. Sonra cəmaat kimi gedir, dəstə kimi gedə bilər. Qaimə, qaimə yəni doğru, düzgün. Yətlunə, yətlunə yəni oxuyurlar. Əyətilləhi yəni Allahın ayələrini. Bura qədər tərcümə etsək ki, əvvəlin tərcümə etdik ki, onların hamısı bir deyil. Kitabdan, yəni kitab əhlindən doğru bir ümmət vardır ki, Allahın ayələrini oxuyurlar. Yəni burada vardır ki, sözü deməliyik ki, cümlə düz oxunsun. Bir daha təkrar edək. Kitab əhlindən düzgün, doğru bir cəmaat, dəstə, ümmət vardır ki, Allahın ayələrini oxuyurlar. Sonra 3-cü ayəmiz Maidə surəsi 76-cı ayədir. Bismillahirrahmanirrahim. Qul yəni de, ətə'budunə. Ətə'budunə, burada mı, mi, mu, mü sual ədatıdır. Tə'budunə, burada cəmi bildirir vav, yəni tə'budunə, ibadət edirsiniz. De, ibadət edirsinizmi? Min damdən şəkilçisi, duni, yəni qeyri. Allah da Allah, yəni min dunillahi, yəni Allahdan qeyrisinə. Mə də, yəni o şeyə, yəni Allahdan qeyrisinə. Min dunillahi mə, bura qədər tərcümə etsək, yəni de, Allahı qoyub o şeyə ibadət edirsinizmi? Belə də demək olar. Yaxud da de, Allahdan qeyrisinəmi ibadət edirsiniz? Devam edirik. Orada lə yəmliku. Lə yəmliku yəni ki yəni malik deyil. Malik deyil ya da verə bilmir də deyə bilərik. Ləkum sizin üçün yaxud sizə. Dorron yəni zərər mənasındadır. Burada inkarla başladığına görə lə gəlir burada öz gücünü göstərir. Yəni nə bir zərər və lə burada da yenə inkarla davam edir. Nə də nəfə yəni nəfə
xeyir mənasındadır. Yəni nə də heç bir xeyir vermir mənasındadır. Yəni ona görə də ümumi tərcümə demək bura qədər, yəni ki, ayə axıra qədər deyil və bura qədər tərcümə etsək, belə deyərik ki, deməli 3-cü ayəmizdə Allahdan qeyrisinə yaxud da qeyri bir şeyə ibadət edirsinizmi ki, sizə nə bir zərər, nə də bir xeyir verə bilmir. 4-cü ayəmiz Yunus surəsi 49-cu ayədir. Yunus surəsi 49-cu ayə Bismillahirrahmanirrahim sona qədər deyil. Qul de, lə əmliku. Yenə də lə inkardır. Əmliku yəni malik deyiləm. Burada çünki əmliku gördüyümüz ənə, yəni bizi bildirir, yəni məni bildirir, mən. Yəni malik deyiləm, yaxud qadir deyiləm də demək olar. Malik deyiləm. Li nəfsi, li üçün, yəni özüm üçün, yaxud özümə, darran, yenə də nə bir zərər, çünki inkarla başlayıb, və lə nəf'a, eyni söz təkrardır, nə də bir xeyir verməyə. Yəni mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm, ya da malik deyiləm də demək olar. İllə, yəni burada illə məşə Allah. Yəni burada illə, yəni müstəsna, yəni ancaq yəni oradakı mə sözü məşəllah şəə istədiyi bir şeydən, Allahın istədiyindən başqa. Yəni ancaq Allahın istəməsi müstəsnadır. Belə də tərcümə edə bilərik. Yəni mən özümə nə bir zərər, nə də bir xeyir verməyə malik deyiləm. Ancaq Allahın istəməsi müstəsnadır. Yəni, biz demişdik ki, illə gələndə ondan da əvvəl inkar gəlib deyə biz bu formada tərcümə edirik. Yəni, Allahın istəməsi müstəsnadır. Ancaq Allahın istəməsi müstəsnadır. Keçid alırıq 5-ci ayəmizə. Muminun surəsi 109-cu ayədir. Muminun surəsi 109-cu ayəmiz isə əvvəldən axıra qədərdir. Kitabda da qeyd olunub ki, Bismillahirrahmanirrahim, İnnəhu, hu sözünü tərcümə etmirik. Ola da bilər ki, ondan əvvəlki ayədə yeri bildirir hu, yəni orada. Çünki ondan əvvəlki ayəyə diqqət etsək orada, Allah buyurar, orada zəlil vəziyyətdə qalın və mənimlə danışmayın. Yəni orada fihə var deyə deyirəm, bəlkə innəhu sözü də ora mənasında da gedə bilər buradakı hu. Düzdür, burada qeyd olunmuyub, tərcümə etməyin deyə qeyd ediblər. Demək, innəhu, yəni həqiqətən, innə sözünü tərcümə edirik. Kənə, oldu, idi ya da var idi kimi ola bilər. Tərcümədə fəriqun, yəni bir dəstə, bir zümrə. Min dandan şəkilcisi ibədi, burada ibədini yəsi məni bildirir, yəni mənim bəndələrim. Yəni mənim bəndələrimdən, çünki min var, burada dandan var. Yəqulunə, yəni onlar deyirdilər, onlar deyirlər. Yəni həqiqətən bəndələrimdən bir dəstə, bir zümrə vardı ki, onlar deyirdilər, yaxud onlar deyirlər. Rabbənə, əslində tərcümədə yəqulunə, yəni gələcək zamandır. Sadəcə kənə olduğuna görə vardı, keçmiş zamanda olduğuna görə bunu da keçmiş zamanda tərcümə edə bilərik. Onlar deyirdilər. Rabbənə, Rabbə, yəni ey bizim Rəbbimiz. Çünki nə burada bizi bildirir? Əmənnə, yəni iman gətirdik. Biz sənə iman gətirdik. Rabbənə əmənnə. Yəni ey Rəbbimiz biz iman gətirdik. Burada sənə sözü olmasa məna olaraq ona çatır. Biz iman gətirdik. Əmənnə sözünün sonluğunda da nun nə var? Yəni bizi bildirir. Davamında fəğfir yazılır. Fəğfir, fə elə isə iğfir, yəni bağışla. Lənə, yəni bizi, bizim üçün. Bizi. Vərhəmnə, yəni vərhəm və ərhəm, irhəm daha doğrusu, irhəm, yəni rəhman sözündəndir, yəni rəhim sözündəndir daha doğrusu. Yəni rəhmət, nə də burada bizi bildirir, yəni bizə rəhmət. Elə isə bizi bağışla və bizə rəhmət. Və əntə və sən xayru, ən yaxşısısan, ər-rahim, yəni sən rəhm edənlərin ən yaxşısısan.
Burada və sözünü axı mənasına tərcümə etmiyorlar. Axı sən rəhm edənlərin ən yaxşısısan. Ümumi tərcümə də əvvəldən edək. Həqiqətən bəndələrimdən bir dəstə yaxud bir zümrə vardı ki, onlar deyirdilər: Ey Rəbbimiz, biz iman gətirdik. Elə isə bizi bağışla və bizə rəhm et. Axı sən rəhm edənlərin ən yaxşısısan. Demək, bu bizim 5-ci ayəmizdir və 6-cı ayəmiz, sonuncu ayə Təkasür surəsi 3-cü ayədən 5-ci ayəsinə qədərdir. Bismillahirrahmanirrahim. Kəllə sözü əsla belə deyil kimi tərcümə olunur, xeyr kimi də tərcümə olunur. İndi əvvəl deyirik, əsla belə deyil. Səufə daha sonra deməkdir. Tə'ləmun, yəni biləcəksiniz. Əsla belə deyil. Yəni siz sonra biləcəksiniz. Elə yer var ki, o səufə sözünü mütləq kimi də tərcümə edirlər. Xeyr, əsla belə deyil, siz sonra biləcəksiniz. 4-cü ayə. Thummə, sonra yenə deyir kəllə, yenə deyir ki, yenə xeyr, səufə, sonra tə'ləmun, biləcəksiniz. Yenə 5-ci ayədə kəllə, xeyr, yenə deyir əsla belə deyil. Ləv tə'ləmunə, ləv kaş ki biləydiniz. Çünki burada kəşk sözü varsa da, yəni yenə də biləcəksiniz deyə bilmirik. Ləv sözü onun qarşısına düşdüyünə görə ləv tə'ləmunə, yəni kaş ki biləydiniz. Yaxud kaş ki biləsiniz. Belə də demək olar. Kaş ki biləsiniz. İlməl yəqin, yəni tam yəqinliklə. Xeyr, kaş ki tam yəqinliklə bilsəydiniz ya da bilsəniz ya da bilsəydiniz də deyə tərcümə edə bilərik. Əsla belə deyil, siz sonra biləcəksiniz. Sonra yenə xeyr, siz sonra biləcəksiniz. Siz daha sonra biləcəksiniz. Xeyr, kaş ki tam yəqinliklə bilsəydiniz. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.